Hər yerin də bir qulağı vardı, yerin qulağı var falan. O iki nəfər söhbət eləyirdilər, danışırdılar bir-birlərinə. Bir nəfərin arxasından qeybətini eləyirdilər, danışırdılar. Sən demə bir nəfər də kolun kənarında gizlənib bunların söhbətinə qulaq asırmış. Amma bunların xəbəri yoxdur. Bu qeybət eləyənə dinləyən deyir ki, sən danışma da falan kəsin danışan. Gedər qulağına çatar ki, yaxşıdır. Bu deyir ki, yox, burada bizdən başqa kim var ki, deyir ki, yerin də qulağı var, eşitməmsən. Deyir ki, o söz gəlişidir deyiblər. Nə yerin qulağı var? Hələ yenə də danışır, deyir ki, yerin qulağı var deyiblər, boş yerə deməzlər bu sözü. Bu da götürür yerdən qeybət eləyən daş, götürür balaca daşı, deyir ki, bunun qulağı var. Deyir ki, hə də, bu da elə-belə deməyiblər ki. Deyir ki, demək istəyirsə bu sözün əmrin sahibinə, getsin desin. Götürür, tullayır, bu kolun qırağında oturan ki var idi, bunların söhbətinə qulaq asır, daş yumurlanır, gəlir dayanır bunun yanında. Bu da götürür, qoyur cibinə. Axıra qədər qulaq asır söhbətə. Bunlar gedəndən sonra kimin ki qeybətini eləyirdilər, gəlir onun üçün danışır ki, sənin arxanca belə danışdılar, filan sözləri dedilər. Və belə də bir məsələ oldu. Daşı da çıxardır, verir ona. Həmin şəxs də gəlir o qeybət eləyən yanına ki, sən mənim abırımı aparmısan, ola bilməz elə bir şey, sən də danışsan. Bütün nə danışıb, nöqtə vergülünə qədər danışdı. Yaxşı, bunu bildik, danışmışam. Bunlar sənə kim dedi? Bəs dostun sənə demedi ki, yerin qulağı var. Çıxardır həmin daşı cibindən göstərir ona ki, bu daş gəldi mənə xəbər verdi hamısını.